Bu hamımıza aiddir. Şeytan hər zaman bizi aldatmağa çalışır. Nədir o? İxlaslı olma. Nə demək ixlaslı olma? İbadətləri yalnız Allah üçün etmək. İnsanlara göstərmək deyil, insanlara eşitdirmək deyil. Sədəqə verirsən, niyyətin olmalı deyil ki, sənin niyyətin olmalı deyil ki, insanlar səni eşitsinlər və yaxud da ki, insanlar səni tərifləsinlər. Sənin niyyətin Allah üçün olmalıdır. Mən bu ibadəti Allah üçün edirəm. Sənin niyyətin insanlara eşitdirmək üçün olmalı deyil və ya insanlara göstərir üçün olmalı deyil. Baxın, çünki ixlas qəlbdə insanlardan tərif, mədih və onların əldəkilərə tamaha heç bir vaxt arada ola bilməz. İxlaslı insan digər insanlara qarşı tamahkar olmaz. Tərifləmək üçün bunu etməz ki, insanlar məni tərifləsinlər. Sən ibadəti Allah üçün edirsən. Allahın tərifi kifayətdir. Rəbbin dərgahında ucalmağın kifayətdir. Subhanallah.